Məsələn, mən deyirəm ki, Peyğəmbər hansı məzhəbə uyğun gedib? Bu yaddırmı? Bilmirəm, Peyğəmbərin mən- məzhəbi olubmu? Səhabələrin məzhəbi olubmu? Yəni bunlar olmayıbsa, deməli əksini iddia eləmək özü yaddır, ay Elçin bəy. Mən dediyim isə Qurana əsaslanır. Quranda məsələn indi deyirik ki, namazın qılınması hədislərə görə namaz qılınmış olsaydı, bu günlərin biri əlini belə tutub, biri əlini belə tutub, biri belə tutub, biri əl açıq qılıb, biri möhürlə qılır. Bunlar olardımı? Hədislərdə yoxdur bunlar. Hədislərdən də qopma bəzi şeyləri götürüb gətirirlər. Məsələn, Qurani-Kərimdə İsa peyğəmbərdən də bəhs olunur, İbrahimdən də bəhs olunur, onların namazından bəhs olunur. Hanı onların namazı? Hansı hədisdən gəldi, çıxdı bizə? Bunlar yoxdur heç biri. Yəni ona görə biz bu günlərin ancaq Məhəmməd peyğəmbərin sözlərindən ibarət olanları hədis kimi qəbul ediriksə, İsa peyğəmbərimizdən gələn hədislər hanı? Musa peyğəmbərimizdən gələn hədislər hanı? Çünki biz o peyğəmbərləri özümüzdən uzaqlaşdırmışıq, elə bilirik onlar bizim peyğəmbər deyil. Halbuki İslam'a görə bir insan Musa peyğəmbərimizi və yaxud da İsa peyğəmbərimizi qəbul eləmədiyi təqdirdə onun müsəlmançılığı artıq sual altındadır.